İnsanın yaddaşı normal halda hansı inkişaf dövründə zəifləməyə başlayır? Bizdən inkişaf dövrünü soruşur və yaddaşı soruşur. İnsanın deməli inkişaf dövründə yetkinlik yaşı vardı. Yetkinlik yaşı 22-60 yaş arası təsadüf olunurdu. Uzun ömürlük vardı. Uzun ömürlük insanın 90 yaşdan sonrası nəzərdə tutulurdu. Ahıllıq yaş dövrü vardı. 61 yaş 75 yaş arası təsadüf olunurdu bu yaş dövrü. Gənclik yaş dövrü vardı. 17-21 yaşına təsadüf edir. Qocalıq yaş dövrü 76 və 90 yaş dövrünü əhatə edirdi. Yəni biz bilməliyik ki, yaş dövrləri hansıdır? İnkişaf dövrü və yaddaşı hansı yaşda? Yaddaş 25 yaşa qədər yaxşı inkişaf edir. 25-dən 50-yə qədər qalır, 50-dən sonra zəifləyir. Tamam, bizdə yaddaşın zəifləməyə başladığını soruşursa, 50 sonrasını soruşur. Və biz baxırıq 50 sonrası hansı dövrü əhatə edir? Tamam, burada yetkinlik yaş dövrünü görə bilərik. Çünki 50 yaş dövrü 22-60 yaşdırsa, yetkinlik dövrünü götürə bilərik. Düzgün cavab yetkinlik inkişaf dövrü.